MHM-lə. Elə gedin, o nömrələrə zəng edin, əziz müəllimələrimiz. Siz də birinci olun. Mən keçmək istəyirəm Mahir müəllimə yanına. Mahir müəllim, abituriyenti hazırlamaq bilirik. Abituriyent indi abituriyentdir, konkret fənləri vardır, həvəslidir, yaş məsələsi var, nə töksən onu qavrayacaq. Amma digəl ki, dərs deyən müəllimə dərsdir. Yetkin insanlarla işləmək biraz... Bəli, özdəki o insandan ki, özü ona buna təlim keçir. Gəlin də ona dərsinə təlim keçir. Bu çox çətin məsələdir. Bax, nəyə görə? Özdəki, bilirsiniz necə? Müəllimələr daha seçici olurlar axı. Bəli, bəli. Ki, harda hazırlaşmalıyıq ki, maksimal bal verək. O zaman müəllimələrə müraciət edək, sizin sualın cavabı olaraq eşitsinlər ki, nəyə görə müəllimələr hazırlaşarkən MİQ-ə məhz gəlməlidirlər MHM-də? Çox sağ olun Lala xanım. İlk öncə mən sizə təşəkkür edirəm dəvətiniz üçün. Həm sizə, həm də ki, Xəzər TV-nin rəhbərinə minnətdaram. Və təbii ki, çox maraqlı bir sual verdiniz. Mən həmişə dərslərdə bir fikri xüsusilə qeyd edirəm ki, yəni müəllimlərin müəllimi olmaq və yaxud da bizim sahə elədir ki, müəllimlərin işə qəbulu və yaxud da işləyən müəllimlər üçün sertifikatlaşdırma imtahanı olur. Və onlarla işləməyin də özünün müəyyən qədər çətinliyi var. Nə üçün, deyək ki, MHM tədris mərkəzi ilə hazırlaşmaq lazımdır? Bunu mən bir neçə məqam üzrə, bir neçə amil üzrə istəyirəm izah edim. Birincisi, çox gözəl bilirik ki, deməli, uğurlu nəticə əldə etmək üçün müəllim seçimi çox önəmlidir. Və doğru düzgün müəllim seçimi və bizim MHM tədris mərkəzinin ən əsas üstünlüyü ondan ibarətdir ki, burada peşəkar müəllimlər var. Həqiqətən də öz işini yüksək səviyyədə icra edirlər, məsuliyyətlə, vicdanla. Yəni, bunu bizim dərslərə qoşulan, istənilən müdavim belə, müəllim belə təsdiqləyə bilər. Bu bizim ən əsas üstünlüklərimizdən biridir. Bundan əlavə, təbii ki, artıq bildiyiniz kimi bizim kurs, bizim təhsil mərkəzi 10 ildir fəaliyyət göstərir və bu müddət ərzində bizim böyük bir, zəngin bir tədris bazamız var. Yəni, belə deyək də, resurs olaraq, nəşr olaraq. Xüsusilə də müxtəlif istiqamətlər üzrə, müxtəlif fənlər üzrə 25 adda bizim dərs vəsaitlərimiz var. Və mən bunları nə üçün qeyd edirəm? Çünki biz hazırlıq prosesində öz resurslarımızdan yararlanırıq. Bu çox önəmli bir faktordur. Və bu resurslar həm dərs vəsaitlərdir, həm test banklarıdır, müxtəlif istiqamətlər üzrədir və bir incə məqamı xüsusilə qeyd edim ki, biz zaman-zaman bu resursları dəyişirik, yəni nəşrləri təkmilləşdiririk və hər dəfədə bunlara yeni suallar, yeni belə deyək də, situativ suallar daxil edirik. Bunun üstünlüyü ondan ibarətdir ki, yəni hər il imtahanlarda, istər MİQ imtahanlarında, istər sertifikatlaşdırma imtahanlarında yeniliklər olur və biz də bir növ bundan ayaqlaşırıq. Bu da çox önəmli bir faktordur və bizim bu nəşrlərdən təkcə deyək ki, öz müdavimlərimiz yox, həm də Respublikanın hər yerində yaşayan, deyək ki, hazırlaşan şəxslər istifadə edə bilər. Çünki onlayndır. Burada da deyilmi üstünlüyü budur ki, hər kəs dünyanın indi istənilən nöqtəsində biz MİQ vermirik, amma Azərbaycanın istənilən nöqtəsindən qoşula bilərik biz bura. Və bir də söz soruşacaqdım. Mən müəlliməyəm, istəmirəm hər kəs bilsin ki, mən burada hazırlaşıram və s. və ilaxır istəyirəm ki, tək hazırlaşım, individual mənə dərs keçilsin. Mümkündürmü, yoxsa ancaq qruplarla bunu? Yox, bizdə ümumiyyətlə qruplarla onlayn şəkildə dərslər olur, amma bir incə məqam mən xüsusilə qeyd edim, elə sizin sualı uyğun olaraq. Yəni, qrup şəklində onlayn dərslər təşkil edilsə də, bizdə müəllimlərin tələbələrə fərdi individual yanaşmaları olur. Yəni, təkcə canlıda onlayn zamanı tələbənin verdiyi sual yox. Dərsdən sonra, dərsdən əvvəl hər hansı bir qaranlıq məqam olarsa, xüsusi tətbiq üzərindən, yəni təhsil mərkəzinin xüsusi tətbiqi və yaxud da ki, WhatsApp platforması üzərindən bizə müraciət edə bilərlər. Yəni, tələbənin sualı cavabsız qalmır. Yəni, individual yoxdur. Burada abituriyentlərdə vardı, burada qrup şəklində hazırlayır. Bir qrupda neçə müəlliməni məsələn götürürsünüz? O, məsəl üçün, açılan dövrdən asılıdır da, sentyabrda, oktyabrda, noyabrda və yəni o sir qalsa məncə daha yaxşıdır. MHM heç bir suala ətraflı cavab vermir. Deyir ki, sirrimizi ancaq bizim nömrələrə yığaraq aça bilərsiniz. O zaman zəng edin, gedin. Mən həmişə bir söz deyirəm MHM-lə bağlı. Seçilən olmaq lazımdır. Yəni, gedin və nəticələrinizlə seçilin. Təşəkkür edirəm Mahir müəllim. Sizə də, Gülnaz xanım, sizə də minnət